Bir dənə hədis deyim sizə. Çox maraqlı hədisdir. Yəbnəl işrin. Ay 20 yaşı olanlar, 20 yaşında olanlara Allahın sözüdür. Yəbnəl işrin. Ay 20 yaşında olanlar, ciddu və çtəhidu. Çalışın. Boş-boş ömrünüzü sürməyin. Heyf eləməyin özünüzü oyunlarla və s. Ciddu və çtəhidu. Ya əbna əs-səlasin. 20 yaşdan keçdik 30-a. Baxın görün hansına düşürsünüz. Ay 30 yaşında olanlar. Bəli ya Rəbbəl aləmin. La təğurrənəkumul həyatəd-dunya. Əl-həyatüd-dunya. Dünya sizi aldatmasın ha. Pis vaxtınızdır. 25 yaş, 26 yaş. Özünə yaman baxan vaxtlarında. Ay xanım, ay bəy. Ay 30 yaşında olanlar. Dünya sizi aldatmasın. Ya əbna əl-ərbəin. Keçdik bir pitlə bu tərəfə. Ay 40 yaşına çatanlar. Bəli ya Rəbbəl aləmin. Maza ədəttum li-liqa'i Rabbikum. Rəbbiniz üçün nə gətirmisiniz? Hə? Ay 40-ya çatanlar. Rəbbiniz üçün nə gətirmisiniz? 30-dan 40-ya keçənlər. Əli boşsuz. Ya əbna əl-50. Ay 50 yaşı olanlar. Atakumun nəzir, nə qədər vaiziniz varsa moizə elədi. Ayılmırsınız. Hə? Ayılmaq istəmirsiniz?